Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri vahlul uqdeten bil lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilma. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Hər birinizi Allahın salamı ilə salamlayıram. Allah sizə bərəkət versin və bizi Allahın dinində öyrənib və öyrəndiklərimizə düzgün şəkildə əməl etməyə müvəffəq etsin. Və mövzumuz Şeyx Abdurrazaq Həfsahullahın əxlaq haqqında hədislər kitabıdır. Və artıq bu mövzuda 49-cu dərsə gəlib çatmışıq. Bugünkü mövzumuz insanın əyaq yolunda olan ədəbləridir. Və biz bilirik ki, bizim dinimiz kamildir. Kamildirsə, həyatın bütün sahələrindən bizə məlumat verir. Orada olan əxlaqı bizə öyrədir. Çünki dinimiz əxlaq dinidir. Əxlaqı olmayanın dini də yoxdur. Və Allahın Rəsulu sallallahu aleyhi və səlləm ən kamil əxlaq üzərində insanlara göndərilib. Və biz onu özümüzə nümunə götürməliyik və ona oxşamalıyıq. Və əxlaqı gözəl olan qiyamət günü Allah Rəsulunun yanında olmağa ən layiq olan insandır. Və bizim dinimiz heç nəyi unutmayıb. Rəbbimiz hər şey bizə öyrədib. İnsan yatanda, duranda, hətta yuxudan qorxub, ayağa qalxanda belə hər şey bizə öyrədib ki, nə etmək lazımdır. Çünki bu din bizim həyatımızdır. Həyatımız, hər bir şeyimiz bizim İslam'a bağlıdır. Çünki Allah Subhanahu taala bizi bu dini yaşamaq üçün göndərib, düzgün şəkildə. Və ona görə də müsəlman bu əxlaq növlərini öyrənməlidir və ona əməl etməlidir. Və əyaq yolunun ədəbləri istər daxil olduğu zaman, istər orada ehtiyacı ödədiyi zaman və istər oradan çıxdığı zaman şəriətimiz bizə bir neçə ədəb növü öyrədib. Və şübhə yoxdur ki, insan buna görə sevinməlidir. Çünki Allah Subhanahu taala ona, bizim dinimiz ümumiyyətlə paklıq, təmizlik dinidir, saflıq dinidir. Allah Subhanahu taala bizi istəyir ki, təmizlənək, pak olaq. İstər zahirən, istər qəlbən. Ona görə də yəni o müsəlman xoşbəxt müsəlmandır ki, istər bədənini təmiz saxlayır, istər də qəlbini təmiz saxlayır. Ona görə biz fəxr eləməliyik ki, bizim dinimiz, belə gözəl dinimiz var bizim. Necə ki, Salman radiyallahu anhu, Salman Əl-Fərisi radiyallahu anhu, ona deyilir ki, yəni Allahın düşmənləri, müşriklər ona deyirlər ki, sizin Peyğəmbəriniz əyaq yolunda belə sizə necə davranmağı öyrətdimi? Yəni, sanki onu ələ salırlar. Yəni ki, Allah Rəsulu sallallahu aleyhi ve selləm sizə hər şey öyrətdi, hətta əyaq yolunda necə davranmağı. Və Salman Farisi radiyallahu buyurur ki, bəli, Peyğəmbər sallallahu aleyhi ve selləm bizə əyaq yolunda oturduğumuz zaman qibləyə tərəf üzümüzü tutmağı, yəni istər kiçik, istər böyük əyaq yolunda qibləyə tərəf üzümüzü tutub oturmağı və həmçinin sağ əlindən təmizlənməyi və həmçinin də 3 daşdan az olmaqla təmizlənməyi, yəni 3 daşdan az daşla təmizlənməyi və həmçinin yəni dırnaqlı heyvanların, əti yeyilən heyvanların peyni ilə və sümü ilə təmizlənməyi qadağan etdi. Bu hədisin başqa ləfsləri də var, yəni eyni ilə orada Salman Farisi bunları zikr edir. Və bunlar Allahın düşmənləri idi və sahabələri eyib tuturdular. Yəni, əllərinə fürsət keçən kimi müsəlmanlarla istehza edirdilər və müsəlmanları eyibləmək istəyirdilər. Və ona görə Salman Farisini aşağılamaq üçün, istehza etmək üçün bu sualı verirlər ki, sanki belə bildirsinlər ki, Allah Rəsulü sallallahu aleyhi ve selləm sizə əyaq yolundan belə danışıb. Və Salman Farisi radiyallahu anh'un
hikmətinə baxın və o deyir fəxrlə, yəni ki, heç bir utanmadan, əksinə fəxrlə deyir ki, Allah Resulü bəli sallallahu əleyhi və səlləm bizə ayaq yolunun ədəblərini öyrədir. Yəni bu kafirlərin, Allahın düşmənlərinin bu dünyadakı halıdır müsəlmanlarla. Necə ki Allah Subhanahu taala buyurur ki: "İnnellezine ecramu kanu minellezine amanu yadhakun." O kafirlər ki, günahkardılar, yəni günah eləyənlər iman gətirənlərə gülürlər. Onlara görəndə gülürlər. Yəni bu həmişə belə olub, belə də olacaq. Və izə mərru bihim yetəğamezun. Onların yanından keçdikləri zaman bir-birlərinə göz qaş eləyirlər ki, buna bax, buna bax. Bunun halına bax. Və izən qalabu ilə əhlihim inqalabu fəkihin. Və ailələrinin yanına qayıtdığı zamanda xoşbəxtliklə, sevinclə deyirlər ki, filan kəsləri ələ saldıq yolda. Onları ələ saldıq. Və Allah Subhanahu taala sonra buyurur ki: "Və izə ra'awhum qalu inna haula'i ladallun." Hətta azğınlıqları o qədərdir ki, onlar müsəlmanlara görə deyirlər ki, bunlar azğındırlar, azıblar. Doğru yoldan azıblar. Müsəlmanları ələ salırlar. Allah Subhanahu taala buyurur ki: "Və ma ursilu alayhim hafizin." Halbuki onlar deyir müsəlmanlara gözətçi qoyulmayıb, gözətçi göndərilməyiblər. Və bunun cəzası olaraq nə olacaq? "Fəl-yevməl-ləzîne āmenū minəl-kuffar yadhakun." O gün isə möminlər kafirlərə güləcəklər. Əsl gülmək ondadır. Çünki bugünkü gülüşün sonu ağlamaqdır. Amma o günkü gülüşün isə sonu xoşbəxtçilikdir. Ona görə də insan gərək dini ilə fəxr etsin. Onu ələ salanda, onu istehza eləyəndə fikir verməsin. O, naborot sevinsin ki, Rəbbin razı salır. Qoy eləsin, qoy eləsinlər. Yəni, Peyğəmbərimizi və sahabələri də belə eləyiblər. Sən onların yolundasan. Bu din qəribdir, qərib olub, qərib olaraq da gələcək. İnsanlara qərib gələcək. Əlhəmdülillah, sən haqq üzərindəsən, heç nə görə narahat olma. Sonunda qələbə qazanan sənsən. Ona görə Salman Farsi radiyallahu, yəni onların bu istehzalarını fəxrlə, sevinclə dedi ki, əlbəttə ki, Allah Resulü sallallahu əleyhi və səlləm bizə hər şey öyrədir. Bizim dinimiz o qədər gözəldir ki, bizə ayaq yolunda belə necə əxlaqla oturmağı, təmizlənməyi öyrədib. Və sonra başladı onlara gözəl şəkildə izah eləməyə. Yəni, onlara başa saldı ki, bax, qibləyə tərəf çevrilib oturmaq olmaz, sağ əllə təmizlənmək olmaz, 3 daşdan aşağı daşla təmizlənmək olmaz, su yoxdursa təbii ki, və həmçinin peyinlə və yaxud da ki, sümüklə təmizlənmək olmaz. Bunları öyrətdi. Yəni, onları təhqir etmədi, onlara başqa ağır sözlər demədi. Əksinə, gözəl şəkildə izah elədi ki, bəli, Allah Resulü sallallahu əleyhi və səlləm bizə bunu öyrədib. Bu da möminin halıdır. Yəni, mömin belə olmalıdır. Mömin onu dolayanlara, onu istehza eləyənlərə aqressiv olmalı deyil, ehtiyac yoxdur. Gözəl şəkildə izah eləməlidir, başa salmalıdır. Ola bilər ki, Allah Subhanahu taala faydalı eləsin, onun qəlbinə girsə hidayət olsun. Səbirli olmalıdır. Və ayaq yolunun ədəblərindən bir neçəsini zikr edib şeyx burada. Onlardan birincisi, ayaq yoluna daxil olduğu zaman sağ ayaqla yox, sol ayaqla girmək və girdiyin zamanda Bismillah, Allahumma inni a'udhu bika minəl xubusi və yaxud da xubusi, ikisi də gəlib, vəl xubusi vəl xabais. Bu zikri etmək, bu zikri hər kəs etməlidir, öyrənməlidir. Bismillah, Allahumma inni a'udhu bika minəl xubusi vəl xabais. Necə ki, Ənəs ibn Məlik radiyallahu-dan gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ayaq yoluna daxil olduğu zaman deyərdi ki, Allahumma inni a'udhu bika minəl xubusi vəl xabais. Hədisi Buxari və Müslim rəvayət edib. Əl-xubus xabis sözünün cəmidir. Xabais də xabisə sözünün cəmidir. Yəni, erkək və dişi cinlərin şərindən yəni, sənə sığınıram, ya Rəbbi. Bu hədisdə Bismillah sözü gəlməyib. Lakin İbn Həcər rəhməhullah gətirir ki, bəzi ləfslərdə gəlib ki, deyir ki, İzə daxaltumul xaləə, sizdən biri ayağına daxil olduğu zaman fəqulu, desinlər ki,
Yəni insan desin ki, Bismillah, əuzu bikə minəl xubusi vəl xəbais. Və başqa bir hədisdə, Əli radiyallahu-dan gələn hədisdə, Əli radiyallahu buyurur ki, Sitru mə beynəl cinni və əvarati bəni Ədəmə İzə dəxaləl xalə ən yəqulə Bismillah. Yəni deyir, cinlərlə Adəm övladının övrəti arasında pərdə nə vaxt olur? İnsan ayağına daxil olanda Bismillah deməsi ilə. Onda Allah Subhanahu taala onları səni görməyi, yəni imkan vermir. O örtülür orada. Və bu zikri insan çöldə də deyə bilər. Oturduğu zaman, çöldə gedib hardasa məsələn bir qıraqda olanda, ayağına getmək istədikdə oturduğu zaman bu zikri eləyir. Və yaxud da ki, ayağına girəndə də sol ayağı ilə girir və bu zikri eləyib girir ayaq yoluna. Bu ayaq yolunun ədəblərindən birincisidir. Və həmçində dedik ki, insan çöldə də bu zikri eləyə bilər. Və həmçində insan ayaq yoluna, əgər çöldə olarsa, çöldə getdiyi zaman ayaq yoluna, insan bacardığı qədər uzağa getməlidir ki, insanların gözündən örtünsün, gizlənsin. Necə ki, Muğirə ibn Şöbə radiyallahu-dan gələn hədisdə deyir ki, Ənnən Nəbiyyə sallallahu aleyhi ve sellem kənə izə əradəl bəraz intələqə həttə lə yarahu əhəd. Allah Rəsulü sallallahu aleyhi ve sellem əgər ayaq yoluna getmək istəyərdisə, insanların onu görmədiyi miqdarca uzaqlaşardı. Və həmçinin də ayaq yoluna, bu ikinci ədəbidir. Və həmçinin də ayaq yoluna getdiyi zaman, çöldə olarsansa, yerə tam oturana qədər paltarını qaldırmamaq. Və bu da yəni İslamın ədəblərindəndir ki, ola bilər kimsə o bilmədən onu baxsın. İnsan həyasındandır ki, yəni bu şeyə riayət etsin. Çünki bilirsiniz ki, əvvəllər ayaq yollar çox olmayıblar. İnsanlar evlərindən çölə gedərdilər. İslam dini hər əsri, hər dövrə əhatə etdiyinə görə bunlar hamısı zikr olunur. Və bu da ayaq yolunun ədəblərindəndir. Və həmçinin də Allah Rəsulü sallallahu aleyhi və səlləm xüsusən də hündür tikillərin və yaxud da ki, bir-birinə sıx olan bağların arxasında, xüsusən xurma ağaclarının arxasında gedərdi ki, insanlardan daha yaxşı gizlənə bilsin. Və həmçinin də ayaq yolunun ədəblərindən insanların yollarının üzərinə və yaxud da ki, onların kölgələndiyi yerlərə və onlara əziyyət verən yerlərə ayaq yoluna getməmək. Necə ki, Əbu Hureyra radiyallahu-dan gələn hədisdə Allah Rəsulü sallallahu aleyhi ve sellem buyurur ki, İttəqul lə'aneyn, iki lənət olunan şeydən çəkinin. Və sahabələr buyuranda ki, nədir onlar ey Allahın Rəsulu? Buyurdu ki, Əlləzi yətəxallə fi tariqin nəsi əv zillihim. Yəni, o kəs ki, insanların getdiyi yolun üzərinə və yaxud da onların kölgələndiyi yolun üzərinə ayaq yoluna gedir. Başqa ləfsdə isə bir şey də əlavə olunur. Necə hədis Muaz ibn Cəbəldən gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İttəqul mələ'inə əs-sələsə. Yəni, 3 lənət olunmuş əməldən çəkinin. Onlardan birincisi nədir? Əl-bərazə fil məvarid. Məvarid nədir? Yəni, insanların su götürdüyü, su içdiyi o mənbələrə, quyulardır, çaylardır, hansı ki, oradan insanlar su götürürlər. Onlara ayaq yoluna getmək və həmçinin də yolların üzərinə və kölgələndiyi yerlərə. Bu hədis nəyə göstərir? Bu hədis, yəni zülm eləmək, insanlara əziyyət vermək, bunlar hamısı onun içinə daxildir ki, yəni insanlar təbii ki, gəlib oradan çox istifadə etdikləri zaman təbii ki, söyəcəklər, lənətləyəcəklər. Gəlib görəcəklər ki, insan bura ayaq yoluna çıxıb, başlayır onu söyməyə, onu bəddua eləməyə. Ona görə də insan gərək bu şeylərdən çəkinsin. İnsanları ümumiyyətlə əziyyət verən hər bir şeydən insan çəkinməlidir. İstər yollarda, istər başqa yerlərdə, təkcə sidik üçün gəlməyib bu, hər bir şey üçün. Əksinə, İslamda gəlib ki, insanlara əziyyət verən bir şeyi onların yolundan qaldırmaq. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən bir nəfəri cənnətdə gördüm, təsəvvür edin, onun üçün cənnətə düşmüşdü. Səbəb nə idi? Deyir ki, o insanların yolundan bir maniyəni, bir ağacı qaldırmışdı. Onu cənnətə salmışdı. Təsəvvür etsin. Ona görə insan gərək heç bir xeyir əməli aşağı görməsin. Hər bir xeyir əməl əgər onun qabağına çıxdısa, bilsin ki, Allah ona xeyir istəyir və o əməli
yəni niyyət edib Allah üçün etsin. O bilmir ki, Allahın ona etdiyi rəhmət hansı əməldədir. O bilmir. Ola bilər ki, sənin üçün xırda görsənsin o, lakin qiyamət günü sənin bir çox əməllərindən onun savabı daha çox olsun və Allah Subhanahu onunla səni cənnətə salsın. Ona görə biz çalışmalıyıq ki, insanlara əziyyət yox, insanları rahatlaşdıraq. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir hədisində? Biz əziyyət verən olaraq yox, çətinləşdirən olaraq yox, nə olaraq göndərilmişik? Asanlaşdıran olaraq. Müsəlman daima insanlar üçün asanlaşdırmalıdır. Ətrafı üçün asanlaşdırmalıdır. İstər ev əhli üçün, istər uşaqları üçün, istər çölü üçün. Müsəlman o kəsdir ki, onun əlindən və dilindən heç kəs əziyyət görməsin. Bu cürlə olanda, əlhəmdülillah, sən xeyirli insansan. Bu cürlə deyilsənsə, Allah qorusun, özü düzəltməlisən. Ona görə də insan gərək belə şeylərdən uzaq olsun. Həmçinin ayaqyolunun ədəblərindən, deməli, insanın qibləyə üzünü və arxasını çevirməməsi. İnsanın qibləyə üzünü və arxasını çevirməməsi, bu da nədir? Qiblənin ehtiram olunması, qiblənin təzim olunmasına görədir. Çünki Allah Subhanahu buyurur ki, kim Allahın şüarlarını ucaldarsa, bu qəlblərin təqvasındandır. Allahın əzəmətləndirir şeyləri müsəlman da vacibdir ki, o da əzəmətləndirsin. Lakin burada alimə ixtilafları var bəzi məsələlərdə. Çünki bir hədisdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm İbn Ömər radiyallahu anh deyir ki, bir işim üçün evin damına çıxmışdım, bacımın Həfsan damına və orada Allah Rəsulü sallallahu əleyhi və səlləmin üzünü qibləyə tərəf, arxasını qibləyə tərəf çevirib ayağına çıxdığını gördüm. Bu hədisdə alimə ixtilaf ediblər, bu hədisləri cəm edib alimə ixtilaf ediblər ki, çünki indi hədis gələcək ki, orada ümumi qadağa gəlib, həm üzünü, həm arxasını. Bəzi alimlər deyiblər ki, yəni bu Allah Rəsulü sallallahu əleyhi və səlləmə xas olan əməldir. Bəzi alimlər deyiblər ki, arxasını çevirmək olar, üzünü çevirmək olmaz. Bəzi alimlər deyiblər ki, tikillərdə olar, çöldə olmaz. Lakin ümumən Şeyx Semir Rəhməhullah deyir ki, insana gərəkdir ki, yəni heç bir halda çalışsın ki, bacardığı qədər nə üzünün arxasını qibləyə tərəf, Kəbəyə tərəf çevirməsin. Çünki hədisdə ümumi gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "İnnəmə ənə ləkum bi mənzilətil validi." Deyir, subhanallah. Deyir ki, mən sizə atanın övladı, sizin yəni atanın övladlarına olan dərəcəsi kimiyəm mən sizə? Subhanallah. Yəni ki, sanki ata övladlarını necə öyrədir? Necə qayğı göstərir? Mən də siz üçün eləyəm. Uallimukum, sizə öyrədirəm. فَإِذَا أَتَى أَحَدُكُمُ الْغَائِطَ Sizdən deyir, biriniz ayağına getdiyi zaman فَلَا يَسْتَقْبِلْ قِبْلَةَ وَلَا يَسْتَدْبِرْهَا Yəni, nə üzünü qibləyə çevirsin, nə də arxasını qibləyə çevirsin. وَلَا يَسْتَطِبْ بِيَمِينِهِ Və həmçində sağ əli ilə təmizlənməsin. Və həmçində əmr edir ki, 3 daşla təmizlənsin və yaxud da daha çox və həmçində peyinlə və sümü ilə təmizlənməyi də qadağan eləyib. Çünki, deməli, hədisdə ravs nədir? Yəni, dırnaqlı heyvanlar, atdır, qoyundur, məsələn, keçidir və yaxud da inəkdir bunlar. Rimmə isə sümüdür. Çünki bunlar nədir? Cinlərin yeməyidir və cinlərin yeməyini də murdarlamaq olmaz. Çünki onların yeməklərini ehtiram etmək lazımdır. Və buradan alimlər fayda çıxardırlar ki, əgər cinlərin yeməyi belə ehtiram olunursa, görə insanların yeməyi necə? Ona görə insan gərək öz qidalandığı şeylərdə ehtiram eləsin, onları israfa sərf etməsin. Və bu hədisdə bir çox faydalar var. Onlardan birincisi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin bu sözü ki, mən sizin üçün ata mövqeyindəyəm, yəni sizə öyrədirəm. Yəni, bu isə Peyğəmbər sallallahu aleyhi və səlləmin insanlara olan kamil qayğısı, gözəl nəsiyyəti, əxlaqının mükəmməlliyi, ümməti qarşısında onun insanlara fayda verməsidir. Yəni, təsəvvür edin ki, bu kəlmədə nə var? Bu kəlmədə odur ki, yəni ki, sanki övlad atası ilə necədir? İstədiyi sualı ona ərz eləyir, istədiyi şey ondan soruşur, qorxmur, çəkinmir. Ata da övladını əzizləyir, ona öyrədir, onu çalışır ki, həyatın bütün sahələrində uğur qazanmağa sövq etsin. Peyğəmbər sallallahu əleyhi və səlləm də ümməti üçün belə idi. Daima çalışırdı ki, insanları öyrətsin, onları qiyamət günü çətinliyə salan şeylərdən onları uzaq eləsin, ümməti üçün gecə-gündüz dua edirdi. Hətta qurban kəsəndə iki dənə kəsərdi ki, onların biri kasıblar üçün, birisi özünün içindir. Hər dəfə ümməti üçün qurban kəsərdi. Həmçinin gecələr ağlayardı.
Ayşə radiyallahu anh deyir ki, gördüm ki, elə ağlayır. Dedim, gördüm necə ağlayır, nə deyir? Deyir, Allahım ümmətim, ümmətim. Allah Subhanahu nə deyir? Mən səni ümmətin üçün razı salacağam qiyamət günü. Yəni biz o peyğəmbərin ardınca gedirik. Biz çalışmalıyıq ki, onun yolunu möhkəm saxlayaq, onun dəvətinə yardım eləyək, onun dəvətini yayaq, özümüz onun əxlaqı ilə əxlaqlanaq. Və bu da Allah Rəsulü sallallahu aleyhi və səlləmin əxlaqından idi. Və burada nə var? Bu hədisdə var ki, övladlara vacibdir ki, Allahın qadağan etdiyi şeylərdə istisna olmaqla bütün məsələlərdə öz valideynlərinə itaət etsinlər. Çünki valideynə itaət etmək, yəni yaxşı şeylərdə elə Allaha itaət etməkdir. Və Allah Subhanahu taala Qurani Kərimdə bir neçə ayda fikir verin, öz haqqından sonra dərhal nəyi gətirir? Valideynin haqqını gətirir. Valideynlərin haqqını gətirir. Valideynlərin haqqı övladın üzərində böyükdür. Yəni yeganə haqlardır ki, insan onları ödəyə bilməz. Xüsusən də ananın. Yəni ödəyə bilməz. İnsan nə qədər çalışsa, valideynlərinə qarşı yəni əxlaqlı olmalıdır və onların haqqını qorumalıdır. Hətta valideynləri kafir olsa belə, bu dində olmasalar belə, onların haqqını pozmaq olmaz. Onlara gözəl şəkildə itaət etmək lazımdır. Onlar üçün sağlıqlarında hər cür çalışmaq lazımdır ki, onlar hidayət olsunlar. Onlar üçün öləndən sonra dua etmək lazımdır. Bağışlanma diləmək lazımdır. Onların qəbirlərini cənnət bağçalarla bir bağça olmasına Allahdan yalvarmaq lazımdır. Yəni, bunlar valideynlərin üzərimizdə olan haqlarıdır. Və həmçinin də valideynlər də lazımdır ki, öz övladlarının islahı üçün, dünya və axirətdə olan islahları üçün, onların xeyirləri üçün çalışsınlar. Hər şeyi onlara öyrətsinlər. Xüsusən də din məsələlərində. Din məsələlərində onlara öyrətsinlər. Adi, elementar evdə olan məsələlər. Sağla ye balam. Qutaranda əlhəmdülilləhdir. Ayaq yoluna girəndə solla gir. Ayaq yolundan çıxanda sağla gir balam. Balaca yaşlarından övladlarınızı Quran öyrədin. Allahın kitabını öyrədin. Peyğəmbərimizin, onun sahabilərinin adlarını öyrədin övladlarınıza. Qoy İslam tərbiyəsinə böyüsün övladlarınız. Bu günlərə əfsuslar olsun ki, baxırsan bizim balalarımız elə insanları tanıyırlar ki, amma 4 dənə Rəşidi xalifəsini tanımırlar. Hətta ən dəhşətlisi Allahın Rəsulunun adını tanımırlar ki, bizim Peyğəmbərimiz kimdir? Bunlar aznazaqlı faktlardır. İnsan gərək övladlarına özü nümunə olmalıdır evində. Xüsusən də valideyn. Görün, Peyğəmbər sallallahu aleyhi ve sellem necə öyrədirdi ümmətini? Bütün ümmətini təlim keçirdi, öyrədirdi. Və bugün də elm tələbələr, onların qədrini bilin. Onlar həm öz ailələrini öyrədirlər, həm də ki, çıxırlar, ümməti öyrədirlər. Onların islahı üçün çalışırlar. Allah Subhanahu dini yaymağa çalışırlar. Hər kəs onlara dəstəkləməlidir, onlar üçün dua etməlidir, onlara hörmət eləməlidir. Onların islahı üçün, onların xətalardan təmizlənməsi üçün dua etməlidir. Bunlar önəmli şeylərdir. Və sahabələr Peyğəmbər sallallahu aleyhi ve sellem çox istəyiblər. Heç kəs onları onlar qədər istəyə bilməz. Heç bir insan Allah Rəsulunu sahabə kimi istəyə bilməz. Sahabələr Allah Rəsulunun seçdiyi insanlar idi. Allah Rəsulunun üçün seçilmiş insanlar idi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "La yu'minu ahadukum hatta akuna ahabba ilayhi min validihi və waladihi və nas ecmaîn." Deyir, sizdən biriniz kamil iman etmiş olmaz, hətta məni öz atasından, valideynindən, övladından, bütün insanlardan daha çox istəməyincə. Biz Allah üçün belə istəməliyik. Öz valideynimizdən, öz övladımızdan və bütün insanlardan daha çox. Niyə görə? Çünki o bizə elə bir nemət gətirib ki, o nemət bizi dünya və axirətdə uzaldır. O bizə axirəti qazandırır, əbədi həyatı qazandırır. Və o, bu yolu bizə öyrədib. Ona görə də sahabələr Allah Rəsulü sallallahu aleyhi ve sellemin yolunda, onun yardımında canları ilə, malları ilə dayanırdılar. Əli ibn Əbu Talib radiyallahu soruşulur ki, sizin Peyğəmbərinizə olan məhəbbətiniz necə idi? Fikir ver, qardaş, tələsirsiniz. Sizin Peyğəmbərinizə olan məhəbbətiniz necə idi? Və Allah Rəsulü, Əli radiyallahu buyurur ki, Allaha and olsun ki, deyir, o bizə malımızdan, övladımızdan, atalarımızdan, analarımızdan, hətta susuzluq vaxtı soyuq sudan daha əziz idi. Məhəbbətə bax, bu məhəbbəti yaşayıblar onlar, belə dillə deməyiblər. O bizə, deyir, susuzluq vaxtı soyuq su necə sevirsən, hətta yuxuda görərsən onu, yatsın. Ondan deyir, daha çox sevimliydi o bizə Allah Rəsulü. Görün, kafirlər nə deyirlər? Hudeybiyyə sülhündə Urva ibn Məsud radiyallahu, onda İslamı qəbul eləməmişdi. Gəlir, sülh müqaviləsini bağlayırlar və baxır ki,
Allah Rəsulunun yanındakı sahabələrinə baxır. Və gəlir öz Qureyş cəmaatına Allah Rəsulunun sahabələrinin onun yanında olduğu vəsfləri vəsf eləyir. Deyir, Allaha and olsun ki, deyir, heç vaxt bir padşah, elə bir padşah görmədim ki, deyir, nə Qeysər, nə Xosrov, nə Nəcaşi, hamısını deyir, görmüşəm. Onların yanına getmişəm. Nə qədər padşah görmüşəm, deyir. Allaha and olsun, deyir, elə bir padşah görmədim ki, onların adamları Muhammedin sahabələrini Muhammed sallallahu aleyhi ve sellem uzatdıqları qədər uzatsınlar. Allaha and olsun, deyir, o bir dəfə tüpürərdisə, deyir, mütləq sahabələr, deyir, biri o tüpürcəyi tutub əli ilə bədəninə sürtərdi. Tabarruq kimi, deyir. O bir işi əmr etsə, hamısı dərhal əmrinə tələsərdi, deyir. O dəstəmaz aldıqda suyunun yerə töküldüyündə, deyir, sahabələr yağışırdılar ki, o sudan götürüb bədənlərinə sürtsünlər, deyir. Danışanda hamı səsini alçarlardı onun yanında. Heç kəs onun üzünə baxmazdı utandığından, deyir. Baxın, sahabələrin vəsfinə baxın. Biz onları necə sevməyə bilərik? Allah Rəsulü sallallahu əleyhi və səlləm sahabələri belə olublar. Hətta Əbu Əyyub Ənsari radiyallahu məşhur sahabələrdəndir, Mədinə əhlindəndir və Peyğəmbər sallallahu əleyhi və səlləm gələndə onun evində qalır gecəni. İlk dəfə Mədinəyə hicrət eləyəndə Allah Rəsulü hələ evi olmur. Bilirsiniz də, gəlir o hər şeyini qoyub gəlirlər, Məkkədə olar. Və o gəlir, o sahabə öz evini ona verir. Evi 2 mərtəbə olur sahabənin. Allah Rəsulü ona xahiş edir ki, mənə 1-ci mərtəbədə yatsızdır. Mən 2-ci mərtəbədə siz qalın. Elə bil ki, orada mənim yanıma qonaqlar zat tez-tez gələcək, cəmaət gəlir, mən əziyyət verməyim də sizə 2-ci mərtəbəyə çıxmasınlar. Sahabə gecəni yatmır zövcəsinə. Deyir, necə yata bilər ki, Allah Rəsulü başının üstündə gəzirik biz. Gəlirlər, xahiş edirlər Peyğəmbər sana ki, ey Allah Rəsulü, biz yata bilmirik də evdə. Sənin başının üstündə gəzə bilmirik biz, deyir. Və Peyğəmbər onlara xahiş edir ki, yenə də xahiş edirəm sizdən, yəni məni başa düşün və mən qonaqlar gəlir, ona görə məcburam ki, sizə əziyyət verməyim. Onda nə edirlər? Sığılırlar evin küncünə yatırlar ki, Allah Rəsulünün üstündə gəzməsinlər. Görün, belə olub sahabələr. O sahabələrin vəsfi bunlar idi. Heç kəs onlar kimi Allah Rəsulunu sevə bilməz. Amr ibn As radiyallahu deyir ki, heç kəs mənim üçün Allah Rəsulundan daha sevimli ola bilməz, deyir. Heç kəs də deyir, heç kəs mənim gözümdə deyir, onu qədər uca deyil. Deyir, mən ona baxmağa heç vaxt güc tapa bilmədim, deyir. Əgər deyir, onu məndən soruşsan ki, onu təsəvvür edin sifətini, deyir. Mən onun üzünü vəsf eləyə bilmərəm. Çünki mən onun deyir, üzünə deyir, baxa bilmirdim utandığımdan, deyir. Və həmçinin Bəra ibn Əzib radiyallahu deyir ki, biz Peyğəmbər sallallahu yanında oturanda deyir, sanki başımızda deyir, quş dayanırdı, deyir. Səsimiz gəlmirdi Allah Rəsulü sallallahu yanında. Və başqa bir hədisdə Ənəs ibn Məlik radiyallahu deyir ki, deyir, sahabələr deyir, Peyğəmbər sallallahu evinə getdikləri zaman deyir, qapılarını deyir, dırnaqları ilə dögürdülərdi ki, ona əziyyət verməsinlər. Çox sadə şəkildə deyir. İbn Abbas radiyallahu deyir ki, bir dəfə deyir, Peyğəmbər sallallahu arxasında namaz qıldım, deyir. Və Peyğəmbər sallallahu məni əlimdən tutub yanına çəkdi, deyir. Mən isə geri çəkildim, deyir. Və namazdan sonra mənim niyə belə etdiyimi soruşdu. Və mən dedim ki, ey Allah Rəsulü, sənin yanında necə dayanım? Yəni, mən utanıram sənin yanında dayanmağa. Yəni, görün, sahabələr yəni necə onu sevirdilər. Hətta Ənəs ibn Məlik radiyallahu deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm saçını kəsdirərkən sahabələrin onu əhatə etdiyini gördüm. Saçının bir tükü belə yerə düşmürdü. Hamısı onu götürüb saxlayırdı, deyir. Yəni görün necə Allah Rəsulunu sevirlər. Necə Allah Rəsuluna, hətta qadınlar belə gedirlər onu tərin yığırdılar, öz ətirlərini tökürdülər ki, daha gözəl iyi gəlsin. Çünki Allah Rəsulunun bədəninə olan hər bir şey təbarrukdur. Ondan bərəkətdir. Bərəkətli şey olmur. Tərindən belə gözəl iyi gəlirdi. Sallallahu aleyhi və səlləm. Və həmçində Peyğəmbər sallallahu aleyhi və səlləmin sevgisindəndir ki, onun dinini möhkəm yaşayaq. Biz bugün onu necə sevə bilərik? Biz bugün istəyirsək ki, Allah Rəsulunun yanında olaq, onu görək, vallahi onun dinində möhkəm sarılmalıyıq. Onun dinini yaşamalıyıq. Onun dinini yaşamaqla fəxr eləməliyik. Sevinməliyik. Biz Allah Rəsulunun yolundayıq. Və həmçinin də ayaq yolunun ədəblərindəndir ki, müsəlman ayaq yolunda 3 daşdan, az daşdan təmizlənməsin. Təbii ki, su olmayanda, çöldə olduğu zaman bu, yəni şəriətdə gəlib ki, 3 daşla və yaxud da gəlib ki, böyük bir daş olsun. Yəni o daşın hər tərəfi ilə 3 dəfə təmizlənməli icazəli. Sadəcə o təmizlədiyin yer o biri tərəfə dəyməsin. Böyük daş olsun.
Yəni 3 dəfədən artıq təmizlənmək, az təmizlənmək qadağan gəlib. Lakin görsən ki, təmizlənmə 3 daşla kifayətlənmir, yenə çoxalda bilərsən. Lakin 3-dən aşağı icazəli deyil və həmçinin də bunu əvəz edən dəsmal, salfetka və yaxud da yarpaq da bunun yerini ödəyir. Amma ən gözəl isə nədir? Ayaq yolunda nə ilə təmizlənməkdir? Su ilə təmizlənməkdir. Və həmçinin də ayaq yolunun ədəblərindəndir ki, insan deməli ayaq yolusunda sidiyin ona dəyməsindən özünü qorusun. Yəni ayaq yolunda ayaq üstə çölə getmək icazəlidir, oturan yerdə, amma oturan yerdə olmaq daha əfsəldir. Lakin bəzi alimlər deyirlər ki, əgər o yerdə ki, oturduğun zaman sıçrama daha çox olur, ayaq üstə getməyin daha yaxşıdır. Yox, əgər ayaq üstə getmək sıçramaya daha şeydirsə, onda oturmaq daha gözəldir. Hər bir halda burada məqsəd nədir? Yəni sidiyin öz üzərinə dəyməsini özündən qorumaq. Oturanda daha çox bu hasil olur ki, insan qorumağa daha yaxın olur. Çünki buna görə qəbr əzabı var. Şiddətli qəbr əzabı var buna görə. Necə ki İbn Abbas radiyallahu anhumədən gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm bir gün iki qəbrin yanından keçirdi və dedi ki, bu qəbir sahibləri çox da böyük görmədikləri bir şeyə görə əzab çəkirlər. İki şeyə görə əzab çəkirlər. Bu Allah Rəsulundan xas olan bir şeydir. Allah Subhanahu taala Allah Rəsulu sallallahu əleyhi və səlləmə qəbr əzabını göstərirdi bəzən. Və onlardan deyir birincisi nəmmam idi. Nəmmam nədir? Söz gəzdirən, dəhşətli günahdır. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, nəmmam cənnətə girməyəcək. Nəmmam cənnətə girməyəcək. Sadəcə burada biz danışmışıq. Söz gəzdirmək əgər xeyir məqsədi ilənsə problem deyil bu. Əksinə xeyirli bir əməldir. Yəni sən gedib qardaşlarının arasını barışdırmaq üçün ondan ona apar söz çatdıra bilərsən. Lakin söhbət burada insanlar arasında fitnə, fəsad yaymaq üçün, əlaqələri kəsmək üçün söz gəzdirməkdir. Bu nəinki İslama, heç kişiliyə yaraşan əməl deyil. Cahillər arasında bu murdar bir əməl sayılır. Ona görə də nəmmamlıq şiddətli günahdır və hətta insan qəbirdə belə ona görə əzab çəkəcək. Bu birincisi və ikincisi isə o insan ki, sidiyindən təmizlənmirdi. Yəni buna görə sidiyindən təmizlənmək vacibdir. İnsan gərək sidiyini təmizləsin. Çünki sidik paltara dəyərsə, o paltarla namaz qılmaq olmaz. Namaz batildir. İnsan gərək sidiyindən təmizlənsin. Sidiyini yusun. Və burada bir dənə də gözəl fayda var. Necə İbn Qayyim rəhməhullah bu faydanı gətirir. Deyir ki, sidikdən təmizlənmək namazın şərtlərindəndir. Və deyir, namazın şərtlərindən biri sidikdən təmizlənməkdir. Sən deyir, əgər gör, sidikdən təmizlənməyinə görə, təmizlənməməyinə görə insan qəbirdə əzab çəkirsə, gör, namaz qılmayanın cəzası necədir, deyir. Əgər insan namazın bir şərtini pozduğuna görə qəbirdə əzab varsa ona, gör, namaz qılmayanın əzabı necədir qəbirdə, Allah qorusun. Ona görə də insan namaza önəm verməlidir. Namaz insanın Allah qarşısında dayandığı ən əfsəl ibadətdir. Ona görə də insan ən gözəl paltarlarını geyinməlidir, ətirlənməlidir, gözəl şəkildə Rəbbinin qabağına getməlidir. Çünki Allah özü Quran-Kərimdə buyurur ki, ey Adəm övladı, məscidə getdiyiniz zaman ən gözəl paltarlarınızı geyinin. Ona görə insan gərək bu şeylərə diqqət eləməlidir. Ona görə sələflər hətta gecə namazlarına ən gözəl paltarlarını saxlayardılar. Təzə paltarlarından birini xüsusi gecə namazına ayırardılar. Çünki Rəblərinin qabağına gedəcəklər, onun qabağına dayanacaqlar. Və həmçinin də ayaq yolunun ədəblərindən insanın ayaq yolunda danışmaması və orada zikir, duadan uzaq olması, ehtiyac olmadan ayaq yolunda nəsə danışmaması və həmçinin də bura əlavə eləmək olar, ayaq yolunda çox oturmamaq, ehtiyacını ödədisə dərhal çıxmaq. Çünki bəzi insanlar götürürlər telefonu, girirlər ayaq yoluna, bəlkə yarım saat otururlar telefon ayaq yolunda. Bu təhlükəli məsələdir. Çox təhlükəli məsələdir. Çünki ayaq yolu cinlərin, şeytanların sevdiyi yerdir. Ayaq yolunda müsəlman çox oturmamalıdır. Xoşlamamalıdır orada oturmağı. Yəni ehtiyacı ödədin, dərhal çıxmalısan ayaq yolundan. Və həmçinin də burada bir məsələ də var. Nədir? Azan eşidirsənsə ayaq yolunda, əgər müəzzini eşidirsənsə, azanı təkrarlamaq olmaz. Və İbn Baz rəhməhullah deyir ki, çölə çıxandan sonra da onu, yəni qəzasını gətirmək düzgün deyil. Yəni bu sünnədə varid olmayıb.
Və necə ki İbn Ömər radiyallahu anhudan gəlir ki, bir kişi deyib Peyğəmbər sallallahu əleyhi və səlləmin yanından keçirdi, ayağında oturmuşdu Allah Rəsulu. Yəni onun ayaqolsunun qabağından keçirdi və ona salam verdi. Bilirdi Allah Rəsulu ordadır. Lakin onun salamını qaytarmadı. Yəni bu da onu göstərir ki, yəni ayaq yolunda zikr etmək olmaz. Hətta görsən salamı qaytarmaq nədir? Vacibdir. Salamı vermək sünnətsə, onu qaytarmaq, yəni onun ən azından onun verdiyi şəkildə qaytarmaq vacibdir. Lakin görürsən Allah Rəsulü sallallahu əleyhi və səlləm onu qaytarmadı. Bu da ona göstərir ki, Allahın adını zikr edib orada oturmaq, orada zikr etmək, məsələn, nəsə eləmək düzgün deyil. Həmçində bura daxildir, üzərində Allahın adı olan nəsə yazıları ayaq yoluna salmaq. Yəni üzərində məsələn telefon ekranda bilirsən Allah sözü yazılar, salar sonra. Yaxşı şeylər deyil bunlar. Bunlar qadağan olunmuş şeylərdir. Bir halda istisnadır ki, alimlər gətirirlər ki, əgər qorxursansa onun oğurlanmağından sala bilərsən, əgər insan yoxsa ətrafında verməyə, onda sala bilərsən. Qalan hər bir halda çölə qoymalısan. Ehtiyac yoxdur onlara salma ayaq yoluna. Və sonra ayaq yolunun ədəblərindən bayra çıxdığın zaman nə etmək? Sağ ayağından çıxıb dua etmək. Nədir? Ğufranəkə. Ğufranəkə nə deməkdir? Ey Rəbbim, səndən bağışlanma diləyirəm. Bu ğufranəkə nə üçün deyir insan? Yəni ona görə ki, insan Allahın ona verdiyi nemətin şükrünün təqsirini bilir ki, Allah ona nə qədər böyük nemət verib. O da nədir? İnsan yemək yeyir, yemək həzm olunur və onu sonra çölə çıxarda bilir. Və buna görə deyir ki, ya Rəbbi, məni bağışla. Mən sənin bu nemətin şükrünü nə qədər eləsəm azdır. Çünki subhanallah insanlar var, elə insan var ki, yemək yeyə bilmir. Elə insan var ki, yemək yeyir, yemək onun mədəsini dağıdır, əziyyət çəkir, həzm eləyə bilmir. Elə insan var ki, çölə gedə bilmir. Şlanq qoyurlar, başqa şeylər eləyirlər. Bunlar bizdə hamısı asanlıqlandır. Biz insan itirəndən sonra bilir ki, o nemət var idi onda. Lakin insan bunlara görə Rəbbinə şükr etməlidir, gecə-gündüz. Nə qədər xəstəxanalarda baxın, insanlar var ki, çölə çıxa bilmirlər, əziyyət çəkirlər. Ona görə buna görə Rəbbinə çoxlu şükr etməlidir ki, ya Rəbbi, məni bağışla ki, mən sənin verdiyin nemətlərin şükrünü ödəyə bilməm. Ğufranəkə, ya Rəbbi, sənə bağışlanma diləyirəm. Və bu da ayaq yolunun qısa ədəbləri idi. Allahdan istəyirəm ki, Allah Subhanahu taala bizə eşidib faydalananlardan eləsin və bizi haqqı eşidib ona tabe olanlarından, batılı eşidib ondan çəkinənlərini eləsin və bizim dinimizdə gözəl şəkildə əxlaqla yaşamağı müvəffəq eləsin. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcmain.